Filosofun Allah tanıması ilə bir arifin Allah tanıması arasında fərq nədir? Buna ən yaxşı surətdə ariflərdən birisi var idi, o cavab vermişdi. Əbu Səid Əbul-Xeyr adında bir arif idi. Bu İbn Sina'nın müasiri idi. Bunlar Nişapurda bir dəfə görüşüblər. Həmən bu arifdən soruşulur ki, İbn Sina'nı necə gördü? İbn Sina'dır da bu. İkinci ustaddır filosofda. Birinci ustad Aristotel'dir, ikinci ustad İbn Sina'dır. Deyir, necə gördün? Deyir, bizim gördüklərimizi o bilir. Bizim gördüklərimizi o bilir. Deyir, bizim getdiyimiz yollar, getdiyimiz yolları o gözü bağlı əsana, yəni əsa dəlillərlə, sübutlarla gəlir. Arif görür, yaşayır, filosofsa bilir, düşünür. Sanki belə deyək, qaranlıqda bir şey axtarıb tapan kimi tapır. Amma bir də var ki, arif üçün işıq yanıb. Qəlbi ilə müşahidə eləyə bilir həqiqətləri. Əlbəttə, bu həqiqətlərin özlərinin də mərhələləri var. Bu yəqinliyin özünün də mərhələləri var. Elmul yəqin, eynul yəqin, haqqul yəqin. Hətta bəzi ariflər deyiblər, fəna fillah. Allah'da fəna olmaq. Yəni biri bilir, Biri digərisi bilir, yaşayır. o biri görür.